Vaxtınız xeyir olsun, hörmətli tamaşaçılar, Şərq TV-ni izləyirsiniz. Ölkədə və dünyada baş verən ən yeni xəbərlərlə qarşınızdayıq. Studiyada Aybəniz Səfərovadır. Cəlilabadda məktəbdə dəhşətli hadisə baş verib. Rayonun Xəlilabad kənd məktəbində sinif yoldaşları arasında mübahisə yaşanıb. Mübahisə zamanı 17 yaşlı yeniyetmə sinif yoldaşına bıçaqla xəsarət yetirib. Yaralı dərhal xəstəxanaya aparılıb. Təəssüf ki, həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır. Milli Məclisdə qəbristanlıqların bələdiyyələrin idarəçiliyinə verilməsi məsələsi müzakirə olunub. Regional Məsələlər Komitəsinin sədri Siyavuş Novruzov komitə iclasında çıxışı zamanı bildirib ki, nümunəvi qəbristanlıqların yaradılması ilə bağlı məsələ gündəmdədir. Onun sözlərinə görə qəbristanlıqlar tədricən bələdiyyələrin balansına verilməlidir. Deputat əlavə edib ki, az təminatlı ailələrin dəfn işlərinin bələdiyyələr tərəfindən həyata keçirilməsi bu qurumların statusuna uyğun məsələdir. Bərdədə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan və kriminal həyat tərzini təbliğ edən şəxs saxlanılıb. Şərq TV xəbər verir ki, rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı əvvəllər məhkum olunmuş 40 yaşlı İmadə Əbdüləzimov tutulub. Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə sözügedən şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Türkiyə Xarici İşlər Nazirliyi İsrailin Qəzza zolağında quru əməliyyatlarına başlamasını kəskin şəkildə pisləyib. Nazirliyin yaydığı bəyanatda qeyd olunur ki, bu əməliyyatlar itkilərin daha da artmasına, yüz minlərlə Fələstinin isə öz yurdundan didərgin düşməsinə səbəb olacaq. Bəyanatda vurğulanır ki, beynəlxalq ictimaiyyət humanitar yardımların davamlı çatdırılması üçün atəşkəsə çalışdığı halda, İsrailin quru hücumuna başlaması onun atəşkəs istəmədiyini göstərir. Türkiyə Xarici İşlər Nazirliyi beynəlxalq ictimaiyyəti, xüsusilə də BMT Təhlükəsizlik Şurasını Qəzzada atəşkəs üçün öhdəliklərini yerinə yetirməyə çağırıb. Azərbaycanda sentyabrın 17-sində yağışlı hava şəraiti gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə Bakıda və Abşeron yarımadasında arabir yağış yağacaq. Əsasən gündüz saatlarında yarımadanın ayrı-ayrı yerlərində leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı ehtimal olunur. Rayonlarda isə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimal olunur. Havanın temperaturu gecə 13-17, gündüz 17-22 dərəcə isti olacaq. Bugünə çatdıracaqlarımız bu qədər. Ən son xəbərləri Şərq TV-dən izləməyə davam edin. Diqqətiniz üçün minnətdarıq.